Salam, hər vaxtınız xeyir. Bu gün 7-ci sinif dərsliyində dağların necə yarandığını bilirik mövzusunu izah etməyə çalışarıq. Dağlar yer səthinin əsas relyef formalarından biridir. Dağlar və düzənliklər əsas meqaformalardır, yəni ölçülərinə görə relyefin meqaformalarına aiddir. Mütləq hündürlüyünə görə 500 metrdən çox olan və ətraf ərazilərdən hündürlüyünə görə kəskin şəkildə seçilən relyef formasına dağ deyilir. Yəni bir sözlə dağın hündürlüyü, mütləq hündürlüyü, yəni dəniz səviyyəsindən ölçülən hündürlüyü 500 metrdən yuxarı olmalıdır. Dağın ən hündür nöqtəsinə zirvə deyilir. Ən alçaq nöqtəsi isə ətək adlandırılır. Zirvə ilə ətək arasında qalan sahələr isə yamac adlandırılır. Bu şəkildə də bizdə A və B nöqtələri əsasən dağlar, C isə təpədir. Təpə isə hündürlüyü 500 metrdən aşağı olan və zirvəsi aydın nəzərə çarparan relyef formasıdır. Yəni, əgər hündürlük 500 metrdən yuxarıdırsa və zirvə də varsa, bu dağ, yox, əgər hündürlük 500 metrdən aşağı və zirvə varsa, bu təpə adlandırılır. Şiş üzlü dağ zirvələri pik adlanır. Bu, əsasən hündür dağlara aiddir. Dağ zirvələrində və yamaclarında çökək ərazilərə aşırımlar deyilir. Aşırımların vasitəsilə dağın bir yamacından digərinə keçmək nisbətən asan olur. Dağlardan çəkilən yollar əsasən aşırımlardan keçir. Yəni, aşırımlar iki silsilə arasında və yaxud dağın hissələri arasında olan keçid üçün əlverişli ərazilərdir və nəqliyyat kimi əsasən aşırımlardan istifadə edilir. Dağların ən mühüm xüsusiyyətlərindən biri də, əlamətlərindən biri də onun hündürlüyünə görə qruplara ayrılmasıdır. Hündürlüyünə görə dağlar 3 qrupa bölünür. Alçaq dağlar 500-1000 metr arasında, orta dağlar 1000-2500 metr arasında və hündür dağlar 2500 metrdən böyük olur. Burada alçaq dağlara Göyəzan dağını misal çəkiblər. Göyəzan dağı 858 metrdir. Orta dağlara Narodnaya, yəni Ural dağlarının ən zirvəsi olan Narodnaya zirvəsi 1894 metr. Hündür dağlara isə Alp dağlarını misal çəkmək olar ki, Alp dağlarının da ən hündür zirvəsi 4809 metrlə Mont Blanc zirvəsidir. Bizdə 3 nömrəli tapşırıq da deyir, dünyanın və Azərbaycanın fiziki xəritələrindən istifadə edərək dağları hündürlüyünə görə qruplaşdırın. Qobustan dağları alçaq dağlar qrupuna aiddir. Ural dağları, dediyimiz kimi Narodnaya zirvəsi 1894, orta dağlardır. Himalay dağları hündür dağlara aiddir. Ceyrançöl alçaq dağlar qrupuna, Baba dağ hündür dağlara aiddir. Baba dağ 3629 metrdir zirvəsi. Böyük su ayrıcı dağlar isə 2228 ilə orta dağlar qrupuna aiddir. Hündür, orta və alçaq dağlar başqa hansı xüsusiyyətlərinə görə fərqlənirlər? Hündür dağlar əsasən şiş üzlü zirvələrə malik olur. Hündürlüyünə görə hansı dağ qruplarında piklər olur? Bu, əsasən hündür dağlara aiddir. Hansı dağların yamacları daha dik, hansıların ki maili olur? Hündür dağlar yamacları daha dik olur, amma alçaq dağlarda əsasən yəni yamaclar daha çox maili formada olur. Dağlar müxtəlif səbəblərdən yaranır. Mənşəyinə görə onlar tektonik və vulkanik dağlara bölünür. Yəni bir sözlə dağlarımız mənşəyinə görə iki qrupa ayrılır: tektonik və vulkanik. Tektonik dağlar bir xətt boyunca sıra şəklində yerləşərək dağ silsilələrini, silsilələr də birləşərək dağ sistemlərini yaradır. Yəni bir sözlə tektonik dağlar hissələrə, yəni silsilələrə bölünür. Bu silsilələr də birləşir, sonda dağ sistemləri yaradır. Tektonik dağların çoxu litosfer tavalarının sərhəd zonalarında, xüsusilə də toqquşma zonasında yerləşirlər. Bu dağlar tavalarının toqquşması nəticəsində yaranır və qırışıq dağlar adlanır. Yəni tavalarının toqquşma zonasında yaranan tektonik dağlar qırışıq dağlar adlanır. Tektonik dağlar litosfer tavalarının sərhədindən kənarda da yerləşə bilər ki, belə dağların hündürlüyü az, seysmikliyi isə zəif olur. Yəni tektonik dağlar tavalarının toqquşma zonasından kənarda da yerləşə bilərlər. A şəklində də göstərilən, burada şəkildə göstərilən dağ tektonik dağlardan hesab edilir. Silsilələrlə, yəni sistem üzrə, sıra üzrə yerləşdiyini burada açıq-aydın görmək olar. Vulkanik dağlar silsilə yaratmır və onlar təbiətdə tək dağ kimi rast gəlir. Yəni B şəklində baxsaq, burada sadəcə tək dağ formasında göstərilib, yəni heç bir silsilə yaratmır. Bu dağlar əsasən konusvari görünüşə malik olur. Belə dağların yamacında lava axınlarının izlərini aydın görmək mümkündür. Lavada bildiyimiz kimi vulkan püskürərkən
yer səthinə çıxan axan maqmaya lava deyilir. Vulkanlar həm okeanların sahil zonalarında, həm də onların mərkəzi hissələrində, yəni tavaların ayrılma zonasında yayılmışdır. Vulkan dağlarının yerləşdiyi ərazilər seismik cəhətdən faal olur. B şəklində də vulkanik dağı göstərilmişdir. Dağları fərqləndirən xüsusiyyətlərdən biri də onların yaşıdır. Dağlar milyon illər boyu formalaşır. Yaşı təqribən 50-60 milyon olan dağlar cavan, 200-300 milyon olan dağlar isə qədim dağlar hesab edilir. Cavan dağlar əsasən litosfer tavalarının sərhədi zonasında, toqquşma zonasında yerləşən qırışıq dağlardır, tektonik qırışıq dağlardır. Qədim dağlar isə litosfer tavalarının sərhədi zonasından kənarda yerləşən dağlardır. Məsələn, cavan dağlara Himalay dağlarını aid edə bilərik. Qədim dağlara Əjdaha dağlarını misal çəkə bilərik. Dağlar zaman keçdikcə eksogen qüvvələrin təsiri ilə də aşınır. Dağları yaradan səbəb bildiyimiz kimi endogen qüvvələrdir, yəni daxili qüvvələrdir. Amma dağlara xarici qüvvələr də təsir edə bilər. Belə ki, eksogen qüvvələrin təsiri nəticəsində onların suxurları yəni aşınır. Bərk suxurlardan ibarət böyük quru parçaları, qaya parçaları qalır ki, belə relif formalarına da şahid dağlar deyilir. Bu dağlar cəlbedici görünüşə malik olurlar. Onlara əsasən hündürlüyü çox olan düzənlik ərazilərdə rast gəlinir. Məsələn, yer şəklində böyük səhrada olan şahid dağları misal göstərmək olar. Şahid dağlara, yəni böyük səhrada olan Əhəqqar, Tibesti, həmçinin Braziliyada Kəlləqəndi aid eləyə bilərik. Həmçinin 7-ci sinif dərsliyində keçdiyimiz litosfer tavalarına əsasən gəlin əsas dağlarımızı da göstərək. Xüsusilə də tektonik qırışıq dağlardan Şimali Amerikada olan Kordilyer dağları litosfer tavalarının sərhədi zonasında yerləşir. Digər dağımız Cənubi Amerikanın qərbində yerləşən And dağlarıdır. Həmçinin Afrikanın şimal-qərbində Atlas dağları, Avropanın Orta Avropa hissəsində Cənubi Avropa ilə Orta Avropa arasında Alp dağlarını misal göstərə bilərik. Qafqaz dağlarını misal göstərə bilərik. Həmçinin Himalay dağlarını misal göstərə bilərik ki, bu dağlar əsasən yaşına görə cavan dağlar və qırışıq dağlar hesab edilir. Qədim dağlara, yəni yaşına görə qədim olan və litosfer tavalarının sərhədindən uzaq yerləşən dağlara biz Avstraliyanın şərqində böyük su ayırıcı dağlar, Afrikanın cənubunda Kap və Əjdaha dağlarını, həmçinin Şimali Amerikanın şərq hissəsində Appalaç dağlarını misal göstərə bilərik ki, bunlar da qədim dağlar hesab edilir.